Rövşən bəy, xoş gəlmisiniz. Xoş gününüz olsun. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Əla. Bildiyimiz kimi bugün psixologiya maraq çox artır və gənclər də çox maraq göstərir, psixoloq olmaq istəyirlər, oxuyurlar bu sahəni. Amma məsələn biz gözləyirdik ki, psixoloqlara ehtiyac çoxalacaq, güvən çoxalacaq, amma sanki biraz əksi olur. İnsanlar get-gedə psixoloqlara inamını itirməyə başlayır. Siz necə görürsünüz bu faktı? Bu fakt insanların düşüncəsində məncə əvvəlcədən var idi. Necə ki, falçılara maraq göstərirdilər, necə ki, hər hansısa bir dələduzun yanında özlərini xoşbəxt hiss edirdilər. İndi həmin dələduzlar obrazı artıq psixoloq geyimindədirlər. Yəni, cəmiyyət cahil olanda insanlar buna sui-istifadə edirlər. Düşünürlər ki, əgər biz cəmiyyətdə təhsil ancaq diplomdan ibarətdirsə, biz o cəmiyyəti çox rahat şəkildə aldada bilərik. Bugün insanların psixologiyaya maraq göstərməsi sadəcə olaraq yaranmış bir trenddir. Necə ki, illər əvvəl insanlar blogerliyə maraq göstərdi, marketinqə, hər kəs SEO idi, indi hər kəs psixoloqdur. Hər kəs bir metod götürüb, hansı ki, elmi əsası yoxdur və əllərinin altında sosial platformalar var və görünüşlə özlərinə müştəri cəlb edirlər. Mən bunu xüsusi vurğulamaq istəyirəm ki, bizim üçün pasiyent olanlar onlar üçün müştəridir. Yəni onlar anlamırlar ki, insanların problemlərini elmi əsası olmayan metodlarla müalicə etmək olmaz. Əgər belə yanaşdığımız halda biz sadəcə olaraq bir-birimizə bədbəxtlik sata bilərik. Və bu günlərim insanlar düşünür ki, o psixoloq yanına gedirsə, psixoloq onun eşitmək istədiyini ifadə etməlidir. Adını da qoyacaq duyğu. Bu axı duyğu deyil. Psixoloq odur ki, rasional mövqeyi pasiyent götürsün. İstər konsultasiya aparanda, istər terapiya aparanda biz maksimum dərəcədə çalışırıq ki, doğrunu tapaq. Elə deyilmi? Bəli. Yəni obyektiv olaq. Bəli. Ona görə insan öz-özünün psixoloqu ola bilməz. Çünki insan obyektiv ola bilmir onda. Bəli. Tərəf tutur. Özünə sərf edəni tərəf tutur. Yəni bugün mənzərənin bu cür alınması təəssüf edicidir və biz bununla mübarizə aparmalıyıq. Biz dələduzlara qarşı addım atmalıyıq. Diplomu olmayan psixoloqlar qanun qarşısında cavab verməlidirlər. Onlar anlamalıdırlar ki, insanların emosiyalarından sui-istifadə etmək olmaz. Çünki bir gün onun da yaxını, onun da əzizi sui-istifadə olunacaq bu sahədə. Çox maraqlı yanaşmadır, amma belə bir şey də var Rövşən bəy. İnsanların buna ehtiyacı var. Yəni aldadılmağa mı deyim, bəlkə bu çarəsizlikdən irəli gəlir. Bu mistik bir necə deyim, terapiyalara inanmaq ehtiyacı var. Bəlkə yenə də dediyiniz kimi bu köhnədən gələn falçılıqla əlaqəlidir. Amma belə bir şey var. Bu faktla rastlaşmısınızmı bilmirəm. Müəyyən sehirli terapiyalar, həmin o spiritual aləmə aid olan proseslər insanlara daha inandırıcı gəlir, daha güvənli gəlir. Bu asan da olduğu üçünmü onları cəlb eləyir? Çünki ora daha çox pul xərcləməyə razıdırlar, daha çox get-gəl etməyə razıdırlar, nəinki psixoloqa getməyə. Problem burada psixoloqlardadır, yoxsa insanlarda? Problem həm burada psixoloqlardadır, həm də insanlardadır. Ona qalsa inanclar da, yəni istər dini inanclar olsun, istər digər bənzər inanclar olsun ki, bunlar da bir insana komfort zona verir. Məsələn, biz çərçivələri sevirik ki, qayda bu olsun, qanun bu olsun və bunu dağıtmaq istəyəndə də biz sərt qaydalarla rastlaşırıq. Amma insanlar ona görə ruhlara daha çox meyillidirlər ki, belə deyək, ruhun verdiyi, ruhun təklif etdiyi, ruhunu təmizləmək, şuur altına girib orada hər hansısa bir faylı silmək. Yəni bunlar həqiqətən də çox cahil mövzulardır. Niyə insanlar buna maraq göstərir? Çünki insanlar rahatlıq axtarır. İnsanlar istəyir ki, asan şəkildə məqsədinə çata bilsin. Bu günlərin biz şəhərdə sorğu keçirsək, hər kəs varlı olmaq istəyir. Hətta o var olmasa belə varlı olmaq istəyir.
və düşünürlər ki, onun çatacağı bir zirvədə onun üçün hər şey orada hazırdır. Çünki biz zirvədə olan insanları görəndə elə bilirik ki, o xoşbəxt adamdır. Xoşbəxtlik zirvə deyil. Bəli. Xoşbəxtlik olduğun yeri zirvə etməkdir. Bəli. O biraz pafoslu olsa, biz anlamalıyıq ki, bizim həyatımız onsuz da pafosdan ibarət. Bugün insanlar müxtəlif sosial platformalarda heç bir izah olmayan fəlsəfi fikirlərin arxasınca gedib özlərini böyüdürlər. Məna yüklüyürlər həyatlarına, hadisələrə, insanlara və məna yüklədikcə bu nəyə çevrilir? Fəlakətləşir. Daha sonra fəlakətin içində özləri məhv olurlar. Yəni onlar anlamalıdırlar ki, bir işdə elm yoxdursa, orada heç nə yoxdur. Belə bir şey də var ki, insanlar niyəsə sosial şəbəkədə məşhur olan insanı uğurlu insan hesab edirlər. Yəni bir insan məşhurdursa, uğurlu. Bunu bilirsiniz harda görürəm. Tutalım gəlirəm hansısa seminara və yaxud da hansısa tədbirə, baxıram qonaqlara, əsasən sosial şəbəkələrdə tanınmış insanlardır. Çoxsu da cavanlardır və onlar uğur hekayəsini danışır. Hekayə də nədən ibarətdir? Bu adamın səhifəsi var və orada çoxlu izləyiciləri var. Yəni bu uğurdurmu? Niyə bunu uğur kimi təqdim edirlər? Biz niyə tutalım rayondan gəlmiş, Bakıda böyük şirkət açmış, çoxlu əziyyətlər çəkmiş və indi yüzlərlə işçisi olan bir adamı uğurlu hesab etmirik və onu danışdırmırıq, onu dindirmirik. Biz dindiririk, sosial şəbəkə açıb orada hansısa rəqslərinə görə və yaxud da zarafatlarına görə. Demirəm ki, bu pis bir şeydir və uğur bəlkə də uğurdur. Amma sırf onu təqdim edib insanlara nümunə etmək, burada bəs balans hardadır? İnsanlar çoxlu əziyyətlər çəkmək istəmirlər. Bunu öz sualınızda da ifadə etdiniz. Çünki o əziyyətlər hissəsində insanlar özlərini görmürlər. Hər kəs nəticəni əldə etmək istəyir. Nəticəyə gedən yolu getmək istəmir. Hər kəs bu günlərim uğurun düsturunu axtarır və müxtəlif təlimlər, müxtəlif seminarlarda, kitablarda uğurun düsturunu hər kəs yazdığını iddia edir. Uğurun bir düsturu yoxdur, amma üsulu var. Üsulu odur ki, az yatasan, çox oxuyasan. Komfort zonanı pozarsan, çox işləyəcəksən. Bunun başqa variantı yoxdur. Yəni biz anlamalıyıq ki, bizim üçün uğurun göstəricisi nədir və onun məbləği nə qədərdir? Çata biləcəyin zirvənin bir məbləği var. İnsanlar heç o məbləği də bilmirlər. Sadəcə olaraq biz qulaq ədəbiyyatı. Məni gəlsinlər, kəşf etsinlər. Mən oturum evdə Nietzschedən danışım, Schopenhauer'dan danışım. Kimsə də gəlsin qapını döysün, desin ki, bəs salam əleykum, məndə 2 milyon var, onu xərcləyə bilmirəm, gedək bunu xərcləyək. Yəni belə bir şey yoxdur. Yəni reallıqda bu baxış bucağı ola bilməz. Və insanlar niyə sosial platformalarda məşhur olan insanlara maraq göstərirlər? Bu hər zaman belə olub. Keçmişdə də insanlar saraylardakı klonlara maraq göstərirdilər. Oradakı əyləncə insanlarına maraq göstərirdilər və yaxud da krala maraq göstərirdilər. Çünki insanın düşüncəsində tabe olmaq var. Qul təfəkkürü var, gücə tabe olmaq, güclə hesablaşmaq. Yəni bunu pozan insanlar rahat yaşaya bilmirlər. Yəni mən özümü o narahat insanların içində görürəm. Çünki mənim üçün bir insanın düşüncəsində olan xəzinə heç harda ola bilməz. Mən rahatlığımı burada tapıram. Ola bilər bu şəxsiyyət tipi olaraq şizoid tip ola bilərəm. Amma ki biz almalıyıq ki, hər kəs bizim həqiqətimizdə də ola bilməz. Biz heç kimi burada qınamırıq və qərəz göstərmirik. Amma insanlar sonra şikayət edirlər ki, niyə bəzi şeylər düzəlmir və bizim cəmiyyətimizdə bu problemlər var? Onda deyirsən ki, salam, necəsiz? Necə ki, koronavirus vaxtında, bu karantin ağır dövrlərində bir Amerikalı tibb professorundan soruşdular ki, doktor, kömək edin, insanlar qırılır. O çox maraqlı bir cavab verdi. Dedi ki, gedin köməyi Ronaldodan və Messidən alın. Yəni, bəzən insanların elə bir halı yaşanır ki,
orada məhz elmə ehtiyac duyulur. Və biz elmi küstürsək, elmlə məşğul olan insanların həyatını linç etsək, onları maddi olaraq hər şeydən asılı hala salsaq, təbii ki, bu mənzərə olacaq. Yəni o balans olmalıdır cəmiyyətdə. Cəmiyyətin kitaba sevgisi olmalıdır, cəmiyyətin kitaba marağı olmalıdır, cəmiyyət mütaliə etməlidir. Çünki beyin orqanı mütaliəni sevmir. Və burada belə bir şey də demək istəyirəm ki, insanlar başa düşməlidir ki, insanı böyüdən də zəhmətdir, o çəkdiyi əziyyətdir. Ümumiyyətlə mən hər kəsə tövsiyə edirəm ki, gənc ailə qurmaq istəyəndə qarşı tərəfdən, deyirəm sən onun həyatda başına gələnlərə bax, yaşadıklarına bax, çəkdiyi əziyyətə bax. Çünki bir şey yaşamış insanlar həmişə həyatı daha ciddi alırlar, daha münasibətlərə dəyər verirlər. Kim ki rahatlıq içində, sadə, boş, heç bir şey önəmsəməyən bir şəxs kimi böyüyürsə, düşünürəm onunla yaşamaq da çətin olur. Çünki bu adam həyatdan bir nəticə çıxartmayıb. Çünki o insanın məsuliyyəti olmuyor. Elədir, yəni insanı var edən anlayış məsuliyyət anlayışıdır. Yəni sən çox kitab oxuya bilərsən, sənin çox böyük bir şəbəkən ola bilər. Amma sənin məsuliyyətin yoxdursa, sən heç bir işi, heç bir münasibəti sona qədər çatdırmayacaqsan. Yəni biz anlamalıyıq ki, bizim həyatımızın əsas meyarı məsuliyyətdir. Çünki oxuduqlarımızı da icra etmək üçün, dostlarımızı da davamlı qazanmaq üçün, yanımızda tutmaq üçün biz məsuliyyətli olmalıyıq. Yəni bu sevgidə də belədir. Yəni məsuliyyətsiz sevgi ən yaxşı halda etiraz ola bilər. Yəni biz anlamalıyıq ki, bizim məsul olduğumuz həyatda yaşımıza görə vəzifələr var və biz o vəzifələri icra etməliyik. Şagird isə dərsimizi oxumalıyıq, tələbə isə özümüzü inkişaf elətdirməliyik, işləyir isə işimizi məsuliyyətli şəkildə təhvil verməliyik. Yəni bunlar olmayandan sonra bir insan necə özünün sosial varlığını sübut edə bilər? Onda olacaq natamam bir insan, müəyyən bir vaxtdan sonra asosiallığı başlayacaq və ondan sonra isə artıq patoloji hallar yaşayacaq. Bildiyim qədər Rövşən bəy, siz həm də asılı daha doğrusu bildiyim qədər siz asılılıqdan əziyyət çəkən insanlarla da çox çalışırsınız. Hansı yaşlarla əsasən olur son dönəmlərdə müraciət? Asıllıq son dönəmlərdə 13-30 yaş arası müraciətçilər var. Hekayəsi nədir əsas? Varmı ortaq bir hekayələr? Ortaq hekayə ailədir. Ya ailənin hansısa üzvünün asıllığı olub, istər alkoqol asıllığı, bizim İnsanlarımız yeyib-içən oğlan deyirlər buna. O yeyib-içən oğlanların bugün övladları iqramanlardır, narkomanlardır, həmin şəxsiyyət asıllarıdır, qida asıllarıdır. Və məsələ burada budur ki, bütün asılların beyin funksiyaları eyni işləyir. Hamısının xarakter olaraq özünü ifadə etməsi eynidir. Hamısının yalanları eynidir. Və bu tətikləyici qüvvə ailədən gəlir. Həmin qüvvəni ailə onlara təzyiq olaraq ifadə edib. Və bu günlərin yeniyetmələrdə olan asılılıqlar artıq bir gəlib elə bir yerə çatıb ki, idarə olunmazdı bu. Rəqəmsal asılılıqlar. Bugün həmişə mən bunu xüsusi vurğulayıram ki, övladınızın hər hansısa bir uğurunu görmək istəyirsinizsə, əlinizdəki telefonu yerə qoyun. Birinci siz o telefonu yerə qoyacaqsınız ki, daha sonra övladınız o telefonu yerə qoyacaq. Yəni bugün valideynlər anlamırlar ki, tamamilə başqa bir nəsil yetişibdir. Və natamam ailələrin uşaqlarını daha çox asılı olmaq ehtimalı var. Yəni risk qrupuna daxildir. Ondan sonra ailədə zorakılıq, şiddət görən uşaqlar gələcəkdə asıllıq risk qrupuna daxil olurlar. Və digəri isə müxtəlif mərhələlərdə uşaqlar təzyiqlə qarşılaşırlarsa, onlar gələcəkdə özlərini asılı olacağı halda tapırlar. Yəni ümumi mənzərə budur. Ümumi mənzərə başa düşülməməkdir. Bu dünyada yox, başqa dünya qurmaq kimi görür. Eynən. Bu günlərin insanlar artıq maddəyə o qədər böyük bir məna yükləyiblər ki,
O maddə bir xilas yolu kimi görünür. Məsələn bizim uşaqlıq dövrümüzdə o deyir kimsə narkoman idisə, onu hamı tanıyırdı. Bəli. Və o narkomanın da bir belə də bir çərçivəsi var idi. Bu günlərim insanlar artıq bir-birinin həyatında narkoman olublar. Bunu aydın görürük. Düşünürəm indiki valideynlər əsas oğlan valideynləri iki şeyə görə narahat olurlar daha çox. Bir cinsi orientasiya məsələsi, iki narkomaniya məsələsi. Xanımlarda da bu illərdə eyni gələn qızlarının əxlaqına görə narahat olurlar. Amma sanki özləri bilmədən və yaxud bilərəkdən elə şərait yaradırlar ki, uşaqlar sırf ora istiqamətlənirlər. Siz necə görürsünüz? Yəni bu mütəmadi olaraq fikrində onu tutduğu üçünmü bilmədən uşağı ora yönləndirir? Yoxsa bilərəkdənmi baş verir bu? Yəni necə görürsüz bunu? Özləri danışanda pasiyentlər, siz hansı nəticəyə gəlirsiniz? Nəticə odur ki, cinsi maarifləndirmə yoxdur. Nəticə odur ki, ancaq qadağa var, deyil mi? Təhsil sistemində, istər bizdə ailədə Bəli. cinsi maarifləndirmə yoxdur. Yəni yeniyetməlik dövründə övladda yaranan sualın cavabı nə evdədir, nə məktəbdə. O cavab internetdədir. İnternetdə isə biz doğru cavabı tapa bilərik, amma doğma cavabı tapmayacağıq. Valideynlərin o əsas narahatçılığı, o cinsi orientasiya dediyimiz, burada iki hal var. Biz bundan çox rastlaşırıq. Bir var cinsi rol pozuntusu, bir var orientasiya. Cinsi rol pozuntusu ilə psixoterapevtik addımlarla bunu korreksiya etmək olur. Amma orientasiya dəyişmir. Bəzən bizə valideynlər müraciət edir ki, mənim uşağımda belə bir problem var, onu kişi və ya qız elə. Biz izah edirik ki, biz necə dünyaya heteroseksual gəliriksə, onlar da homoseksual gəlirlər. Yəni bunu biz dəyişə bilmərik. Belə bir şey yoxdur. Və kim də sizə vəd verirsə ki, gəl onu dəyişək, o bilin ki, sizi aldadır. Ancaq qəbullanma qalır orada. Bəli, orada qəbullanma qalır. Bizim cəmiyyət konservativ cəmiyyətdir. Bizdə hər şey latentdir, gizli. Gizli formada bunların hamısı baş verir. Latent homoseksuallar ailə də qururlar, övladları da olur. Amma onlar bir ömür içlərində bununla mübarizə aparırlar. Çünki ictimai qaydalar icazə vermir özünü ifadə etməyə. Məsələn, deyirlər, yaxın keçmişdə belə hallar yox idi. Deyirəm, var idi. Sadəcə ifadə etmək üçün şərait yox idi. Və bu günlərim bu şərait olduğu üçün hər şey üzə çıxıb. Yəni mən sizi inandırım ki, pasiyentlərim üçün də biseksuallar var. Hansı ki, 3 övladı var. Heç həyat yoldaşı bilmir ki, onun kişi həyat yoldaşı biseksualdır. Yəni və bunlar 14 ildə evlidirlər. Elədir. Mən də rastlaşıram bundan. Çox rastlaşıram. Və əsasən də məcbur evləndirirlər bu adamlar. Həm də o insanlar, məsələn, latent homoseksuallar bizdə çox qəribə müdafiə mexanizmlərindən istifadə edir. Məsələn, hər hansı bir mövzuda onunla bir müzakirə aparırsan, mövzunu gətirirlər ora, başlayırlar söyməyə onları, təhqir eləməyə ki, davamlı olaraq özlərinə sübut etməyə çalışırlar ki, mən homoseksual deyiləm və ya davamlı olaraq əks cinslə münasibət qurmağa, daha çox münasibət qurmağa çalışırlar, aktiv olurlar dediyiniz kimi ki, və özünə sübut etmək istəyir ki, yox, mən elə deyiləm əslində. Bütün problemlərdə olduğu kimi deyir, kim nədən çox danışırsa, nəyə çox vurulursa. Tamamilə doğrudur. Bu insan psixologiyasının özünü ifadə etməsidir. Yəni biz anlamalıyıq ki, beyin tənbəl və kor orqandır. Beyni tanımaq lazımdır. Məsələn, digər orqanların işləmə mexanizmi, beyin işləmə mexanizmi bir deyil. Məsələn, mədə çox rahat şəkildə davamlı qida qəbul edə bilir, böyrək davamlı şəkildə maye qəbul edə bilir, amma beynin davamlı şəkildə kitab oxuduğunu görmüsünüz? Yox. Yəni, biz məsələn mütaliəni məcbur edirik. Ehtiyac duyduğumuz üçün məcbur edirik və buna vərdişimizi də məcbur formalaşdırırıq. Mən hələ bu günə kimi hər hansı bir professorun kitabı sevərək oxuduğunu ifadəsini görməmişəm. Yəni biz anlamalıyıq ki, deməli beynin işləmə mexanizmində komfort çox önəmlidir. Təhsildən danışdıq, inamdan danışdıq və istəyirəm qayıdaq yenidən psixologiya mövzusuna, daha doğrusu psixoloqlar mövzusuna. Siz də şahidisiniz ki, bəzən
bu çıxışlar var, ictimai çıxışlar var, hansısa çağırışlar var. Orada da psixoloqlarımızın, bilmirəm ehtiyatsızlıqdanmı və yaxud reytinq xətrinə etdikləri çox ciddi xətalar var. Bu da ona gətirir, çıxardır ki, məncə insanların psixoloqlara da güvəni azalır. Amma bir məsələ daha var. Düzünü belə deyəndə psixoloq, mən tamaşaçıyamsa və mənim dünya görüşümlə, mənim təhsilimlə, bilmirəm artıq IQ səviyyəmlə uyğun gəlmədiyi halda sırf onun peşəsinə, psixoloq olmasına şübhələrim yaranır və bunu açıq şəkildə ifadə edirəm ki, tutalım, bu psixoloq niyə belə deyir? Demək ki, psixoloqlar hamısı fərqli düşünürlər, insanları fərqli yönləndirirlər. Əsasən də ən çox insanların yaralı yeri boşanma mövzularıdır ki, bəs bu cür yanaşmalar insanların arasında boşanmanı çoxaldır. Sizin yanaşmanız necədir? Nə düşünürsünüz bu haqda? Psixoloqun şəxsi fikri ola bilməz. Yəni psixoloqun şəxsi metodu ola bilməz. Yəni necə ki bir cərrahın bildiyi bir metodla əməliyyat eləyir. Psixoloq da bildiyi elmi əsaslı metodlarla psixoterapiyanı aparır. Bu mənim şəxsi fikrimdir deyə bir psixoloji yanaşma olmur. Bu mənim şəxsi terapiya metodumdur deyə bir yanaşma olmur. Kokteyl edə bilərik. Hər hansısa bir metodları birləşdirə bilərik. Amma bunu birləşdirdiyimizi anlamalıyıq. Yoxsa mən təcrübəmdən çıxış edib, ictimai mövqeyimdən çıxış edib, insanlara psixoloji konsultasiya və ya psixoterapiya xidməti göstərirəmsə, bu kökündən səhvdir. Yəni, hər hansısa bir mövzuda bütün psixoloqlara mövqeyin olmalıdır. Yəni, obyektiv mövqe hansıdırsa psixolojida sahədə o cür ifadə olunmalıdır. Yəni, psixoloq, mən oxudum, bunu başa düşdüm və bunu bu cür qəbul elətdirdim pasiyentə, bu yanlış anlaşmadır. Amma bir şey də var. Mən düşünürəm ki, bəlkə siz fərqli düşünürsünüz. Azərbaycanda psixoloqlar arasında belə bir həmrəylik yoxdur. Əksinə daha çox rəqabət hissi və biraz da digər qısqanclıq var, bəli, tamamilə doğrudur. Çünki Azərbaycanda bütün sahələrdə bu var. Necə ki, digər sahələrdə insanların bir-birinə qarşı bu cür nifrəti var. Bu bir ümumi cəmiyyət olaraq düşüncə xətasıdır. Onlar düşünürlər ki, kiminsə yoxluğu onu var edir. Kiminsə xoşbəxt olmağı onu bədbəxt edir. Yəni, bu anlayışla insan yaşaya bilməz. Yəni, bizim psixoloq olmağımızın başqasının psixoloq olmağına heç bir maniyə deyil. 10 milyon əhali var. Onun 50-sini Fidan Aylıq götürə bilər, 50-sini mən götürə bilərik ki, heç bu qədər götürmürük biz. Digərlərini, yəni digər psixoloqlar pasient olaraq götürə bilərlər. Onsuz da hər kəsin bu və ya başqa formada psixoloqa ehtiyacı var. Və bu getdikcə də artacaq. Nəyə görə? Çünki rəqəmsal dünya bunu tənzimləyir. Və bizim insanlar inana bilmirlər ki, kimlərsə bu günlərim çox peşəkarcasına yanaşır bu hadisə. Bu popsa yanaşıb o peşəkarı yox edəcək. Onsuz da digər sahədə də bunu ediblər. Kiminsə sosial platformada çoxlu bəyən alması onun peşəkar olması demək deyil. Yəni bu musiqidə də belədir. Gəlin baxaq görək. Amma buna çox diqqət eləyirlər. Mən sizə deyim, ancaq pasiyentlər deyil. Məsələn, qurumlarda. Tamamilə doğrudur. Bilmirəm, bəlkə də haqlıdırlar, mən bilmirəm. Yəni mən bu sahədən bəlkə bu... Haqlı deyirlər. Olabilir. Bunu açıq ifadə eləmək lazım. Hər şeyi adınla çağırmaq lazımdır. Heç bir fikir ifadə edən də orada ayaq yeri qoymuyor. Çünki o hər kəs özünü o ayaq yerində görür. Məsələn, bu günlərim istər özəl, istər dövlət qurumları anlamalıdırlar ki, o dəstək verdikləri insanlar bir gün onların doğmalarını kor qoyacaqlar. Mən bunu həmişə xüsusi ifadə edirəm. Biganə qaldığımız hər şey və hər kəs bizim qarşımıza çıxmasa da övladlarımızın qarşısına çıxacaq. Elədir, amma biraz öncə biz hansı mövzuya toxunduq ki, hər şey zaten maliyyə üzərindədir. Yəni pul qazanmaq xatirinədir. Tutalım, o da düşünür ki, mən səninlə işbirliyi görsəm,
bu daha çox məşhur olacaq, daha çox yayılacaq, mən daha çox pul qazanacağam. Ona görə mənim üçün maraqlı deyil sənin peşəkarlığın hansı səviyyədədir. Və peşəkarlıq da nəyə deyilir? Gəlin ona da baxaq. Məsələn, yanına çoxlu adam gedirsə bu peşəkarlıqdırmı? Yəni bilmirəm, Azərbaycanda burada düstur nədə körlanıb bilmirəm açığı, amma fakt olaraq bugünkü gün belə işləyir. Fidan xanım, bugün gün ərzində iş saatı vaxt neçə pasiyent qəbul eləmək olar? Ən çox 5-6 yəqin ki. maksimum. Mən sizə inandırım ki, günə 10 pasiyent, 8 pasiyent qəbul edən insanlar var. Var, bəli. Bu qeyri-peşəkarlıqdır. Bu günlərin gün ərzində 8-10 pasiyent qəbul və hərəsinə 1 saat vaxt ayırmaq bu qeyri-peşəkarlıqdır. Və yaxud da hansısa bir psixoterapevt mən 1 saat yox, bunu 45 dəqiqə edib daha operativ nəticə göstərirəm. Azərbaycan psixologiya sahəsi hələ o yerdə deyil. Bugün beynəlxalq metodlar tam adaptasiya olunmayıb bizdə. Yəni bunu bilmək lazımdır və biz anlamalıyıq ki, peşəkarlıq çoxluq deyil. Çoxluğun nə olduğunu məncə hamı bilir. Bir şey sual da verim. Bu mənim özümün də marağıma səbəbdir. Sizdən cavab almaq istəyərdim ki, ehtiyac varmı bir psixoloqun çox şey bilməsinə? Niyə? Bu cəmiyyətə, bu insanlara o psixoloqun bilikləri lazımdırmı? Əgər zaten dinləməyəcəklərsə, inanmayacaqlarsa, məsələn, bəzən olur ki, bilmirəm, sizdə olur belə hallar, məndə olur. Bir şey anlatıram, bunu psixotəlim tərəfini izah eləyirəm. Mən oxumuşdum ki, başlayır. Mən bir Reels'da gördüm ki, onu belə dedilər və düşünürsən ki, ilahi, heyf mənim o zəhmətimdən ki, mən oturub onu oxuyub öyrənmişəm. Yəni buna ehtiyac varmı? Bunu əgər zaten sənin yanına gələn insan bunda bir nəticə görməyəcəksə, bundan istifadə eləməyəcəklər, dəyərmi bu qədər özümüzü yorub peşəkar olmağa? Bu təəssüfləndirici haldır Fidan xanım. Yəni mən də qarşılaşıram. Bəzən oxuduqlarıma görə özümə düşmənə çevrilirəm. Özümə hədəf alıram. Çünki qarşı tərəf ancaq o bir söz istəyir. Bəsit bir şey istəyir. Bu qurşaqdan aşağı olsun. Bəli, biz ona ya gülək ya da paylaşaq, biraz da cəmiyyətin düşdüyü burulğanı gücləndirək. Yəni bir cəmiyyət bu dərəcədə özünü aciz tutmamalıdır. Bu məni təəssüfləndirir. Çünki mən bu cəmiyyətin parçasıyam. Özümü bu vətənin hissəsi hesab edirəm. Və biz görəndə ki, insanlarımız hər hansısa bir dələduzun, mən nə bilim, xaricdə oxumuşam, Rusiyada oxumuşam, dövlət proqramı ilə, psixologiya Azərbaycan dövlət proqramının listində yoxdur. Sən necə dövlət proqramında oxumusan? Və yaxud da hər hansısa bir sertifikatı alıb, mən Azərbaycanda falan psixoterapiyanı aparıram. Bunlar bilsiz, bunlar təəssüfləndirici haldır. Bunun da səbəbkarım da cəmiyyətdir. Çünki cəmiyyət psixoloq yanına gedəndə insanlar bir zəhmət psixoloqun diplomunu tələb eləsinlər. Yəni hər şey trend üzərində aparmaq olmaz. Heç olur ki, sizdən diplomunuzu soruşsunlar. Bir dəfə bir nəfər soruşur. Məndə də cəm bir dəfə. Bir nəfər soruşur. Və mən bunu dəfələrlə müxtəlif media vasitələri ilə ifadə edirəm ki, bunu edin, bu sizin haqqınızdır. Hətta xaricdə təhsil aldığını iddia edən psixoloqun bir zəhmət Elm və Təhsil Nazirliyindən akreditasiyasını tələb edin. Bəli. Hətta onlarda deyəsən belə bir kodları var hamısını, ondan yoxlayırlar ki, görüm. Tamamilə doğrudur. Bəli. Yəni onu mən Rusiyada oxumuşam, mən Türkiyədə oxumuşam, mən nə bilim Ukraynada oxumuşam. Bunlar hamısı dələduzlardır. Elədir Rövşən bəy və bu çox acı verir. Bir də hər şey yenə ona gəlir ki, psixoloqun da
maariflənmə motivasiyası azalır, öyrənmə motivasiyası, peşəkarlaşma motivasiyası. Tutalım, indi mən belə deyim də, mən motivasiya edən şeylər başqadır. Amma götürək orta statistik bir psixoloqu və baxaq ki, hansısa bir qadın iddia eləyir ki, mən belə deyək, fil-filo ilə sənin bütün problemlərini yox edəcəm, pul axını gələcək, nə bilim, çakra açılacaq, nə olacaq və sən çox zəngin olacaqsan, xoşbəxt olacaqsan və onun yanına insanlar gəlir, küllü miqdarda pullar xərcləyirlər. Tutalım, mən də bir psixoloqam, hansı ki 6-7 ilimi vermişəm bu sahəni öyrənməyə. Heç kəs heç nə vəd etmirəm. Əlimdə 3-4 terapiya növü var, bilgilərim var, amma heç kəs zəhmət çəkib mənə o pulu vermək istəmir. Hardan alsın o yazıq psixoloq o motivasiyanı? Niyə hələ də psixoloq olmağı istəsin? Çünki o tip insanlar, mən onları bir sekt olaraq görürəm. Çünki, bilmirəm, sizin təcrübənizdə var belə bir şey yox. Mənə bir gün bir ana müraciət elədi ki, bəs mənim qızımı xilas eləyin. O düşüb həmin o da sektə adlandırdı onu. Və dedi ki, mən onların səs yazısını qeydə almışam. O proseslər, o terapiyalar necə baş verir. İnanırsınız, mən çox şok oldum ki, o cür ali təhsilli qız. Qızın çox gözəl əmək haqqısı var. Yəni, inandırım ki, sizin mənim aldığımız əmək haqqından çox böyük bir gəliri var. Çox gözəl bir ailəsi var. Yəni, nə ehtiyac var artıq bilmirəm. Və o sektada deyir, bütün maaşını o qıza xərcləyir. Çox anlamsız gələn mənə cümlələri dinləyir, onları edir. Nə bilim, mənə Mikailin gücü gəlsin, mənə nə bilim, Yelizavettanın gücü gəlsin. Bu cür mantraları təkrarlayırlar, hansısa rəqəmləri təkrarlayırlar. Və bu manipulyasiya üsuludumu? Necə düşür insanlar ora? Necə inanır və davam edir? Əvvəl deyirdilər ki, bu cür insanlar cahildirlər, savadsızdılar, dünya görüşləri yoxdur. Amma bugünkü gün həmin o tələyə düşənlərin hamısı, məncə buna siz də şahidsiniz, daha çox üst təbəqə olan insanlardır, maddi vəziyyəti yaxşı olan insanlardır, dünyanı gəzən insanlardır. Bəzən şübhə də dolur içimə, bəlkə biz elədiyimiz düzgün deyil. Bu da doğrusu. Şizotipal şəxsiyyət pozuntusu deyil, tərtəmiz. Bunlar hamısı bəs niyə çoxaldı bunlar? Müəyyən bir vaxtdan sonra psixoz verəcəklər. Çünki bunlar falçılarla böyüyüblər də. Mollalarla böyüyüblər. Nə bilim, Quran açılıb, Quran bağlanılıb. Biz anlamalıyıq ki, insanlar bura ona görə müraciət edirlər ki, çünki bu bir rahatçılıqdır. Mifologiya həmişə maraqlı olub. Ulduzlar, bürclər, nə bilim, ondan sonra mistik anlayışlar. Məsələn, bir özünə psixoterapevt deyən bir dələduz var, reseptin üstünə, resept də yazır hələ, üstünə simvollar çəkir, suyu üfürüb verib, pul alıb üfürüb ki, bunu iç, çox yaxşı olacaq, mən sənin artıq şuurun altına girmişəm. Və buna inanan insanlar var. Necə ki, bugünə qədər falçı yanına gedirdilər, molla yanına gedirdilər, indi həmin adamlar psixoloq yanına gedirlər. O falçıların, o mollaların uşaqları da indi psixoloqdur. Bunlar yenə tapışıblar. Biz də elmin içində qalmışıq. Biz də buradan danışırıq ki, yox, elm bu vəziyyəti düzəldə bilər, elm insanlara dəstək ola bilər. Amma insanlar aldadılmaq istəyir. İnsanlar üçün, yenə deyirəm, insan rahatlığı sevir də. Sizcə sonu varmı bunun? Yoxsa hər zaman belə olacaq? Məncə azalacaq. Çünki necə ki, həkim sahəsində, hüquqşünas sahəsində bununla bağlı artıq dövlətin bir sərt üzü və müdaxiləsi göründü. Eyni halda bu psixologiyanın da qapısını döyəcək. Bu arada Rusiyada artıq başlayıblar buna, fikir verdiniz yoxsa yox, yeni Zakonoproyekt deyə bir şey çıxdı və artıq ezoterikanı, sonra numerologiyanı, reklamı qadağan olundu, təbliği qadağan olundu. Sathu. Bəli. O nə vaxtdan terapiya olub mən bilmirəm. Bu ağlı başında olan adam, ümumiyyətlə adekvat olan adam, o mismarların üstünə çıxıb, başını kimsə çiyninə qoyub ağlaması və onunla düzələcəyinə inanması. Yenə də sən təcrübə kimi baxa bilərsən ki, görüm necə bir şeydir. Bəli. Sənə elə gəlir ki, sən düzəldin. Sənə elə gəlir ki, məsələn, mən bir
Bu yaxınlarda paranoid şəxsiyyət pozuntusu pasiyentim vardı. Bir yerdə müalicə alırdı və 2 ay idi müalicədə idi. Düşünürdü ki, o artıq düzəlib. Psixoterapiya vaxtı mən biraz onu üzləşmə elədim, biraz bəzi anlayışları çürütdüm və başa düşdü ki, hələ bu proses getməlidir. Çünki psixoterapiyada, psixoloji konsultasiyada bir yol qət olunmalıdır. Bu yol qət olunmadan insanlara vəd verə bilmərik biz. Necə ki, bir cərrah şəxsi əməliyyatı alanda o demir ki, əməliyyatdan sağ çıxacaq o. Belə bir anlayış yoxdur. Bu psixoterapiyada da belədir. Mən həmişə psixoterapiyaya düşüncə cərrahiyyəsi kimi baxıram. Biz orada onun o avtomatik fikirlərinin reallığını sorğulayıb yerinə müsbət fikirlər qoymalıyıq. Bu bizim zamanımızı ala bilər. Yəni biz anlamalıyıq ki, bu bir prosesdir. Proses deyil, Bəli, bu tez olacaq bir prosesdir. Və insanlar elmi əsası olmayan metodlarla sizin qeyd elədiyiniz numerologiya, nə bilim, satxo, ondan sonra şuuraltı təmizlənmə. Nəyi təmizləyirsən? Bu otaqdırmı? Bu bu zibil yeşiyidirmi? Sən nə edirsən orada? Oradan girirsən belə biraz da qəribə rutinlərlə, nə bilim, geyim, üzüklər, belə qəribə formada. Bunlar siz 18 yaşında ediləcək işlərdir. Yəni biz peşəkarlığı belə qaba qoymamalıyıq. Və dövlət qurumları da, özəl qurumlar da bu istiqamətdə əməkdaşlıq etməlidir. Bizim səhvimiz hardadır? Bizdən əvvəlki peşəkar psixoloqlar, bizim müəllimlərimiz səslərini çıxartmayıblar. Mən həmişə bunu xüsusi vurğulayıram müəllimlərimə. Siz bir yerdə sakit duranda başqası qışqırmağa başlayır. Ona görə də biz ictimaiyyətə bu haqqda davamlı, açıq şəkildə fikirlərimizi ifadə etməliyik və bununla mübarizə aparmalıyıq. Psixologiyanın sərhədi hüquqa qədərdir. Bir də bilirsiniz, Rövşən bəy, mən nəyə fikir vermək istəyirdim? Mən onların, o adamların risk alma qabiliyyətinə heyranam. Niyə deyim sizə? Məsələn, adi bir pasiyent gələndə konsultasiyanı belə ehtiyatla elədiyimiz zamanda soruşduğu suallara biraz ehtiyatla cavab verməyə çalışarkən bu qədər riski üzərinə götürmək də yəni ciddi bir məsuliyyətdir. Məsələn, sən ona deyirsən ki, mən səni bir reqressiya prosesinə eləyəcəm, sənin keçmiş həyatına aparacağam və s. və ilaxır. Bir düşünsən ki, önündəki insan bəlkə şizofrendir. Bəlkə başqa bir problemi var, pozuntuları var. Sən ona onu inandırsan, sən məsələn keçmiş həyatında, nə bilim, dahi bir insan idin deyib inandırsan. Tutalım ki, bu hətta gerçəkdir, həqiqətdir. O insan necə reaksiya verəcək? Onun psixoloji durumu hansı vəziyyətdədir ki, o informasiyanı qəbul eləsin? İnsanlar burada öz travmasını qəbul etməkdə problem yaşayır, düzdürmü? Öz şəxsiyyətinlə bağlı olan problemləri qəbul etmək çətinlik çəkir. O informasiya ilə o bundan sonra necə yaşayacaq? Kimə zərər verəcək? Nə cür onun beyni onu necə anlayacaq? Bu böyük bir riskdir deyə düşünürəm. Və o prosesi etmək üçün sənin bir əlində sənədin olmalıdır ki, bu adam sağlamdır. Psixologiyanı oxuyan insan heç vaxt onu eləməz. Məncə də bəli. Yəni əgər o psixologiyadan beynin nəyə qadir olduğunu bizim ən çox dərslərdə değindiyimiz o ümumi psixologiya kitabı, o yaşıl kitabı oxuyan insan heç vaxt həyatda o şeyi eləməz. Bunu mən deyirəm və altına da imzamı atıram. Çünki həqiqətən oxuyandan söhbət gedir. O universitetlərdə dərsləri yola verənlərdən söhbət getmir. Müəllimlərin dediyini əl çalanlardan söhbət getmir. Və əgər bir insan bunu eləyirsə, məsələn bir şizofrenə numeroloji yanaşma qoyursa, o şizofren üstə bir paranoya verir. Eynən. Onu cinayətkara çevirəcək. Bəli. Bu təhrik etmədir, cinayətə təhrik etmədir. Mən bunu insanlara çatdırmağa çalışıram ki, biz bu cəmiyyəti məhv eləyə bilmərik. Ən azından bu cəmiyyətdə bizim doğmalarımız yaşayır. Bunun üçün çalışmalıyıq. Və onu edən insanlar cahil cəsarətlidir də. Ağıllı insanın cəsarəti o cür olmur. Ağıllı insan cəsarətli olmur, ehtiyatlı olur. Elədir. Çünki bilirsiniz, mən bunu nə vaxt ciddi izləməyə başladım. Məsələn, insana təlqin edir ki, sən
bu həyata layiq deyilsən, sən daha yaxşısına layiqsən. Bu nə ərdir, bu nə uşaqdır, bu nə həyatdır, bu nə evdir. Sən daha çoxsuna layiqsən. Gəl biz səninlə elə eləyəcəyik ki, sən varlanacaqsan və həmin qızlar bu tələyə daha çox xanımlar düşür. Başlayırlar əri bəyənməməyə. Yazıq ərin bu günə kimi etdiklərini bəyənməməyə, onun aldığı evi bəyənməməyə, ona o vaxtı, toy vaxtı gətirdiyi qızılı artıq özünə layiq görməməyə. Və mən bu insanlar sonra da deyirlər ki, narsizm pozuntusu var, nə bilim, o cür pozuntu var. Hər o cür qadın da günahı başlayır ərində görməyə ki, o mənə dəyər vermədi. Mən daha artığına layiq idim. Yazıq ər orada şokdadır ki. Ər olmasaydı bu Brad Pittlə sevgili olasıydı. Yəni insanların təşəkkür etmə qabiliyyəti məncə azalır. Sevməyə qabiliyyəti azalır. Səmimiyyət, anlayışı azalır və bütün bunların əksəriyyətinin səbəbi mən bu tip insanlarda görürəm, hansılar ki, bu qəribə anlayışları gətirdilər cəmiyyətə, yanlış səmtdə istiqamətləndirdilər. Yenə də mən onları bilmirəm necə adlandırım, bu bilərəkdən eləyirlər bunu. Sırf pul qazanım deyə cəmaatı aldatmaqla məşğuldular. Amma bunun bir sonu, bir cəzası olmalıdır, deyilmi Rövşən bəy? Bunu təbii ki, pul üçün edirlər. Çünki onlar başqalarının həyatı üzərində öz həyatlarını qurmaq niyyəti ilə bu yola çıxıblar. Onlar məsələn bazarda satış etsələr belə eyni davranışları sərgiləyəcəklər. Yəni başqa bir bizneslə məşğul olsalar. Bəli, tamamilə doğrudur. Başqa işlə də məşğul olsalar, onlar orada mütləq dələduzluq eləyəcəklər. Sadəcə bunlar dələduzluğun daha belə elitni variantını tapıblar. Yəni və bunun sonu mütləq dövlət qurumu qarşısında cavab verməlidirlər. Dövlətin o sərt üzü qarşısında. O olmasa bunların heç birisi dayanmayacaq. Və mən buradan da səslənirəm ki, bizim aidiyyəti dövlət qurumları bunlarla mübarizə aparmaqda davam etsinlər, bizi də cəlb eləsinlər. Biz də mübarizənin bir hissəsi olur. Onsuz da biz ətrafımızda, sosial platformalarımızda bunlarla mübarizə aparırıq. Amma buna bir kompleks mübarizə başlatmaq lazımdır. Ki, insanlar bu sahəni oyuncaq hesab etməsinlər. Necə ki, biz bir cərrahiyyə sahəsinə gedəndə bir 100 dəfə düşünürsən ki, mən insanların həyatını xilas edəcəm. Orada fiziki xilasdır, burada psixoloji xilasdır. Hansı ki, bu fiziki xilasdan daha çətindir. Bu daha çətin sahədir. Bu sahədə insanları dediyimiz hallara gətirib bədbəxt eləmək olur. Və ya ona biz xoşbəxtliyin başqa pəncərəsini verə bilərik. Bu insanların buna ehtiyacı var. Bu insanlar düşünürlər ki, onlar bu dəqiqə dünyanın yarısını əldə eləməlidirlər. Bu böyütmələr, özünü mərkəzdə hiss etmələr, başqasının həyatını cəhənnəmə çevirmək. Bu nə qədər obyektiv ola bilər. Adama deyərlər. Yəni biz heç kimin nökəri deyil. Elədir. Kimsə ailə həyatı qurub o demək deyil ki, o hər şeyi o etməlidir. Bu cəmiyyətdə kişiləri bu cür böyüdüblər ki, bütün məsuliyyət onun üzərində olmalıdır. Yəni bu kişilərimizi bilirsiniz nə qədər depressiv hala salır və bu günlərim psixoloqa müraciət edən daha çox artıq kişilərdir. Amma bir şey deyim mi sizə? Kişilər peşəkarlara müraciət edirlər. Mən hələ bir kişinin o mismarların üstünə çıxıb başına qoyub bağladığını görməmişəm. Yəni zaten kişilər əvvəldən daha net, daha adekvat qərarlar verməklə məsələ seçiliblər. Bax, amma hansı ki kişilər emosional cinsdilər. Qadınlar rasional cinsdir. Yəni çünki qadın üçün gələcək çox önəmlidir. Məncə orada bilirsiniz hansı faktor rol oynayır? Qadınların daha çox duyğusal manipulyasiyaya meyilli olmasıdır. Bu arada siz necə düşünürsünüz? Həmin o işlə məşğul olan insanların mənim öz düşüncəmə görə özlərinin də psixoloji narahatlıqları var. Çünki normal psixologiya sahib olan insan biz dediyimiz kimi o riski birincisi özlərinə almaz. İkinci də o dediklərinə o özü də inanır. O mistikaya özü də inanır. Çox qəribə bir Fidan xanım nüans yaranır.
bu gün özünün psixoloji problemləri olan insanlar psixoloq olmaq istəyirlər. Və özləri psixoloq yanına gedib, daha sonra mən də psixoloq ola bilərəm qənaətinə gəlirlər. Mən bunu Bilmirəm. pasientlərdə də çox görürəm. Hə, məsələn bəzən fikirləşir ki, o yaxşı dinləyicidirsə, o yaxşı psixoloq. Deyirəm ki, məsələn mən çox emosional insanam və real həyatda da çox da yaxşı dinləyici deyiləm. Çünki mənim üçün o 1 saat mənim oxuduqlarımın nəticəsidir. Mənim özüm deyiləm orada. Mən bunu həmişə xüsusi vurğulayıram ki, psixoterapiya vaxtı, seans vaxtı o mən deyiləm. O mənim işimdir və mən bunu özümü işimdən ayırmağa hər zaman cəhd edirəm. Təbii ki, psixologiya elə bir sahədir ki, insanın həyatına təsir edir. Bu bizdən asılı deyil. Amma ki, bu demək deyil ki, mən deyək ki, əsəbləşə bilmərəm. Təbii ki, əsəbləşirəm də. Təbii ki, davet edirəm. Bu normaldır. Çünki mən həm də insanam. Qaldı ki, bu işləri görən insanların psixologiyasına təbii ki, onlar özləri adekvat deyillər. Psixikaları normada deyil. Olmadığı üçün bu qədər cəsarətlidirlər, bu qədər elmdən uzaq anlayışları cəmiyyətə ifadə edə bilirlər. Yəni bu günlərim falçılar psixikaları sağlamdırmı? Deyil. Yəni onların psixikaları heç vaxt sağlam ola bilməz. Yəni mənim yuxuma filan kəs girdi, belə dedi, mən də sənə bunu belə ifadə edirəm. Bizim sahədə bu artıq diaqnozdur. Bəli, bizim sahədə diaqnozdur artıq. O sayıqlama dediyimiz anlayışdır. Ki biz həmin hətta stasionarlıq diaqnozdur bəzən. Çox haqlısınız. Çox üzücüdür bu fakt əlbəttə ki, amma bu var və düşünürəm ki, bunu dəyişmək bilmirəm nə qədər mümkündür, nə qədər zaman alar, nə qədər belə deyək də insanların həyatı korlanacaq bu müddət ərzində. Amma hardan baxsaq, Rövşən bəy, insan öz həyatının qərar verən şəxs olmalıdır. İnsanı manipulyasiyaya uymaması biraz yox, daha çox özündən asılıdır. İnsan özlərində özdə çalışmalıdır. Hər şeyin bir izahını, məntiqini axtarmalıdır, deyilmi? Kaş dediyiniz kimi olardı, amma çox təəssüf ki, insan öz sağlamlığını həmişə sonuncu sırada görür. İstər fiziki, istər psixoloji sağlamlığını, bəzən davranışlarının onun həyatında hansı sonradan fəsadları verəcəyini hesablamır. Çünki biz anlamalıyıq ki, o insanların obyektiv düşüncəyə, sağlam düşüncəyə ehtiyacı var. Onlar ona görə psixoloqa müraciət edirlər. Psixoloqa sən ancaq psixoz vəziyyətdə gedənməzsən. Necə ki, fiziki olaraq insanlarımız öləndə gedir həkimə, psixiki olaraq da psixoz vəziyyətdə gedirlər həkimə ki, psixoloq yanına ki, mən artıq pisəm. Mən artıq idarə edə bilmirəm heç nəyi. Yəni bu halda isə radikal müdaxilənin belə bəzən nəticəsi olmur. Artıq gec olur. Artıq çox gec olur. Çünki psixoz halında olan insanı oradan çıxartmaq çox çətin və ya uzun müddətli maddə istifadəçisi olan bir insanın müalicəsi çox uzun bir prosesdir. Bəlkə də bitməyəcək bir prosesdir. Yəni bu bizim davranışlarımıza nə qədər çox vərdiş etmişiksə, yəni biz o vərdişi dəyişmək çox çətin bir prosesdir və qarşı tərəf çox istəkli olmalıdır və o istəyində dirəniş göstərməlidir. Yəni biz məruz qoyma etsək belə, o əgər məruz qala bilmirsə, biz onu döyəsi deyilik ki, söyəsi deyilik. Məcbur bir şey. Və yaxud da gəl başını qoy sinəmə, ağla görə başımıza nə iş gəlir. Travmaların keçsin. Hə, yəni gəlin travmalarımızı təmizləyək. Travma heç vaxt sağalmır. İnsanlar travma ilə yaşamağı öyrənirlər. Yəni psixoterapiyanın verə biləcəyi ən yaxşı vədlərdən biri budur. Biz özümüz belə hər hansısa bir pasiyenti qəbul edəndə, siz də, mən də biz onlara vəd vermirik. Biz deyirik ki, bu bir prosesdir, çıxacağımız bir yoldur. Bir 4 seans yoxlayırıq ki, biz bununla yolumuzu davam etdirə bilərik ya yox. Peşəkarıqsa, etdirə bilməyəcəksə biz onu yönləndiririk həmkarımıza ki, sən mənim
sahəmdə deyilsən, bu sahədə inkişaf edən başqa bir həmkarım var, onun yanına get. Məsələn, bir cinsəl istiqamətdə mən ağır bir кейslə tanış olsam, sizə yönləndirərəm. Çünki bilirəm ki, bu istiqamətdə siz məndən daha çox araşdırma edirsiniz. Və yaxud da mənim ki, əsas sahəm şəxsiyyət pozuntularıdır. Yəni, bu mənim üçün daha çox araşdırdığım sahədir. Yəni, çünki hər bir psixoloqun, psixoterapevtin bir əsas götürdüyü istiqamət var. Yəni, biz bunu anlamalıyıq. Yəni, peşəkarlar da, həmkarlar da bu istiqamətdə bir-biri ilə mübadilə etməlidir. Bunu da etməli. Bir psixoloq hər şey şünas ola bilməz. Belə bir şey yoxdur. Məsələn, mən uşaqlarla işləmirəm. O uşaq diaqnozları ilə mövqe ifadə etmirəm. Ən yaxşı halda ictimaiyyətdə maarifləndirici fikirlər ifadə edə bilər. Çünki biz bunu nəzəri olaraq oxumuşuq. Özümüz də övlad böyütürük və bilirik ki, burada hansı səhvlər və düzləri müqayisə etmişik. Amma mənim dediyim qanun deyə bir anlayış yoxdur. Onsuz da uşaqla da məşğul olsaq, biz istinadımız elm olacaq yəni. Bütün psixoloqların atacağı addım elmi addım olmalıdır. Elmi addım olduqca elmdə birdir də. Burada sən özündən hər hansısa bir ora kəşf edə bilərsən, yəni tədqiqat aparıb sonra kəşf edə bilərsən. Çox sağ olun Rövşən bəy. Çox dəyərli məlumatlar aldım sizdən. Belə bir şeydir. Mən bunu bir çox pasiyentlərimə də danışıram. Həmkarlarımızın arasında olanda da bunu deyirəm ki, ilk dəfə çox gənc olanda mən psixoloqa müraciət etmişdim. Halbuki o vaxtı artıq xatırlamıram neçənci illər idi. Psixoloq anlayışı elə də yox idi və mən soruşa, araşdıra bir psixoloq tapmışdım. Bu yaxınlarda o xanımla görüşmüşdük, hətta bu haqqda danışırdıq. Mən onda müraciət eləyəndə həqiqətən də mən kömək ehtiyacım var idi. Çünki elə bir situasiyadaydım ki, nə edəcəyimi bilmirdim. Özümü çox pis hiss eləyirdim. Və sağ olsun əlbəttə, müəyyən müddət keçdikdən sonra, biraz yaşım artandan sonra və mən psixoloq olacağımı düşündükdən sonra o günü xatırladım və düşündüm ki, psixoloqa insan kömək üçün müraciət eləyir. Demək ki, o çıxılmaz vəziyyətdir. Və mən özümə söz vermişdim ki, heç vaxt heç kəsi bu məsələ ilə bağlı aldatmayacağam. Və özümə soruşdum ki, əgər sən həqiqətən də insanlara kömək etmək, onları aldadıb ondan pul qazanmaq yox, həqiqətən bir fayda vermək istəyirsənsə, bəzən biz özümüzlə dialoq eləyirik axı, başla bu sahəyə, daha dərinə get, daha araşdır. Yox, məqsədin pul qazanmaqdır, insanları aldatmaqdırsa, özümə halal eləmədim onu. Çünki o günüm yadıma düşdü. Öz-özümə dedim ki, həmin gün o qadın da məni orada aldatsaydı, məni get-gələ salsaydı, mənə yalancı vədlər versəydi, o siz demiş tilsimli belə bir alətlər mənə versəydi ki, get bunu elə, get onu deyə, nə bilim, gəl rəqəmləri sayaq, gəl, nə bilim, bunları eləyək. Vəziyyət o deyil idi, mənə o lazım deyil idi. Mənə həqiqəti görmək lazım idi və mənə bir çıxış yolu lazım idi. Sağ olun ki, sizin kimi öz sahəsini sevən, bu qədər məsuliyyətlə yanaşan insanlar var, peşəkar yanaşan insanlar var və çox sağ olun ki, bugün də paylaşdınız. Bizim görmədiyimiz, tamaşaçıların görmədiyi tərəflərdən bizə daha çox informasiya verdiniz. Çox sağ olun dəvət üçün. Yorulmayasınız, yorulmayaq. İnşallah. Psixologiya elə sahədir ki, onu insan sevməsə onun peşəkarı ola bilməz. Evet. Psixologiya sevgi istəyir. Ona görə də biz sevgimizə xəyanət etməməliyik. Əla. Çox sağ olun. Siz sağ olun. Təşəkkürlər.